Bismillahirrahmanirrahim. Sir gizlin qalmır. Hansısa vasitələrlə, hansısa yollarla özünü büruzə verir. Sirrin gizlin qalmaması barəsində Əli əleyhissalam buyurmuşdur. Kim qəlbində bir şey gizlətsə, bu mütləq özünü onun düşünülməmiş sözlərində və sifətinin rəngində büruzə verəcəkdir. Buna misal olaraq insanın üzünün rənginin saralması, qorxu əlaməti. İnsanın üzünün qızarması isə nədir? Bu da xəcalət çəkməyin nişanəsidir. Allah hər birinizdən razı olsun.